Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, müğənni Doğuş 14 ildən sonra yenidən Survivor yarışmasına qatılıb. Məlumata görə ifaçının həyat yoldaşı aparıcı Xoşqədəm Hidayət qızı RTV-yə müsahibəsində buna razılıq verməsindən peşman olduğunu açıqlayıb. O, proqramın əkizləri Arda və Arına psixoloji olaraq təsir etdiyini vurğulayıb. Sona qədər getsə də artıq deyirəm ki, qurban olum, geri qayıt. Çünki uşaqlar çox darıxır, ağlayırlar. Doğuş hər dəfə oyunda yıxılanda və ya uduzanda uşaqlar ağlayırlar. Mən də başlayıram onları sakitləşdirməyə. Bu onların dərsinə və gündəlik həyatına ciddi təsir edir. Mən bilsəydim ki, bu belə olacaq, getməməsi üçün ona yalvarardım.